Mənim ibadətim Allaha, bəzlərinin ibadəti falçılara, baxıcılara, kimlərinsə dərdi olur, gedir barlara, məscidə gedib əlini açmır Allaha. Roma papası, Ərəbistan imamı dua edir Afrikalılar üçün. Birinin taxtazı qızıl, birinin mikrofonunu qızıl, niyə satmır Afrikalılar üçün? Çünki bunların pulları xəzrənə, reşətə və boş-boş şeylər adlarını qoyublar İslam ölkəsi. Bəlkə kəssinlər bayrağın yaşıl hissəsin, qurban əti yemək haramdır deyənlər, nüsrətdə yeyirlər qurban ətini, belələrini dağıtmaq lazımdır sifətini ki, başa düşsünlər səhvlərini. Gecə gedirik Romaya, gecə gedirik Toğuza, budumu vətənpərvərlik hissi Allahın kefinin dərdindədir. Bəlkə kəsək bayrağın qırmızı hissəsin ki, Qarabağ Ermənistanın əlindədir. Nə vaxt Qarabağ azad olunar, qırmızı rəng öz yerini tapar. Əzbərləmək asandır 100 fahişənin nömrəsini, öyrənmək çətindirmi himnimizin sözlərini?